İri parad keçiririk. Ölkə iqtisadiyyatı batıb gedir. Neft hasilatı düşüb. Neftin qiyməti də hələ məlumdur. Hara düşəcək, hara qalxacaq. Və qazın da indi azalacağı deyilir. İqtisadiyyat isə yoxdur, başqa sahələr yoxdur. Ölkədə ərzaq təhlükəsizliyi təmin olunmuyubdur. Danışanda deyirlər ki, niyə ancaq pis şeyləri görürsünüz? Buyurun, yaxşı şey göstərin, danışaq. Təhsildə mi yaxşı dinamika var, danışaq. Elmdə mi nəsə bir tendensiya var, danışaq. Korrupsiya qarşı mübarizədə mi nəsə bir yenilik var, danışaq. İnsanların güzaranında mı? Bugün ölkədə qabaq xəstəliyi baş alıb gedir. Bəzi insanlar isə deyir ki, xəstəlik deyildiyi qədər çox deyil. Sadəcə olaraq bu yolla insanları təhdid edirlər. Onların mal-qarasını ucuz qiymətə alırlar. Çünki ucuz ət gətirib monopoliyalar Azərbaycanda satırlar. Monqolistandan, Ukraynadan və s. Yaxşı, bəs qeyri-neft sektorunun inkişafı deyirdiniz. Hanı o qeyri-neft sektorunun inkişafı? Niyə rayonlar boşalır? Niyə görə əhali dağılır? Nə baş verir ölkədə? Bizim borcumuz bu məsələlər haqqında danışmaqdır. Bu kimə xoş gəlir, kimə xoş gəlmir, onun öz problemidir. Və bütün bu şəraitdə təsəvvür eləyin, torpaqlar işğaldan azad olundu və dedilər ki, Qarabağın münbit torpaqları var, bu torpaqlar kənd təsərrüfatı, o cümlədən də əkinçilik və heyvandarlıq üçün çox yararlıdır, çox gözəl. Qarabağ işğaldan azad olunanda Azərbaycanda Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsaslanıram mən, çünki başqa statistika yoxdur. Hərsən də onlar yalan danışırlar, buna mənim zərrə qədər şübhəm yoxdur. Amma hər halda onların verdiyi iki rəqəmə istinad edirəm. 2,5 milyona qədər iri buynuzlu mal-qara var idi. Təxminən 2 milyon 500 min 20-ci ildə. 25-ci il Qarabağ işğaldan azad olunub. O torpaqlarda güya hansısa bərpa işləri gedir. Xahiş edin, bəyənin, paylaşın. Qoy bizi çox insan görsün. Qoy eşitsinlər, qoy bilsinlər. Hər tərəfdən kanalı məhdudlaşdırmağa çalışırlar. Bu barədə də bir qədər danışacağım. Və bugün 2 milyon 100 minə yaxındır. Yarım milyon. Dostlar, söhbət 20%-dən gedir. 20% azalıb iri buynuzlu mal-qaranın sayı. Niyə azalıbdır? Nə baş veribdir? Bəs deyirdiniz, torpaqlar işğaldan azad olunsun, kənd təsərrüfatı üçün yararlı, münbit torpaqlardır. Necə oldu? Bu necə baş verir belə şeylər?